Əziz və dəyərli dinləyicilərim, hər birinizi salamlayıram. İlk öncə şəhidlərimizə və rəhmətə gedən valideynlərimizə Allahdan rəhmət diləyirəm. Yerləri cənnət olsun, ruhları həmişə şad olsun. Sizinlə bu dəfəki görüşüm biraz fərqli oldu. Bu yaxınlarda dünyasını dəyişən atam haqqında video hazırlamaq istədim. Ürəyimi ağ kağıza boşaltdım. Bir də baxıb gördüm ki, şeir alınıb. Ancaq bu şiir nə heca, nə əruz, nə də sərbəst vəznin qanunlarına tabi deyil. Mən şairə deyiləm. Siz bu şiiri sadəcə hər iki valideynin itirmiş övladın, illərlə çəkdiyi həsrətin, istirabın, acı hıçqırığı kimi qəbul edin. Atam ölməz, heç vaxt ölməz deyirdi. Anamıza söz veribdi, qoyub getməz deyirdi. Yükün mü ağır oldu, çəkə bilmədin, yoxsa ölüm hökmün poza bilmədin. Atam mənim baş tacımdı deyirdim. Həm sağımdı, həm solumdu deyirdim. Həm anamı itirmişəm, həm atamı, ay ellər. Son ümidimi də yuyub apardı sillər. Ata səni ağlamazdım deyirdim. Yaralı yerim bircə anamdı deyirdim. Sən demə ürəyimin yarısı anam, yarısı da atammış. Anamdan yadigar qalan miskilli atammış. Ata səni ağlamazdım deyirdim. Dəli könlüm çağlamazdı deyirdim. Çox ölkələr gəzmisən, sən 82 içmisən. Keşməkeşli həyatın süzgəcindən keçmisən. Atam köç edir ay illər, qoymayın deyirdim. Köksünə qərənfilləri siz sərməyin deyirdim. Onsuz da o gedir öz gülünün yanına. Ömrü güdək, saçı sümbülünün yanına. Son zamanlar yaman kövrəlmişdin, dolmuşdun ata. Tutulmuş gözünün yaşına qurban. Gizlədə bilmirdin ağrılarını. Səni ələ verirdi göz yaşın ata. Bir gün sevinirdin, gülürdün yaman. Sevincdən hıçqırıb sən ağlayırdın. Yuxuna girmişdi anam o gecə. Yanıb yaxılmışdın sən də o gecə. Nə biləydik bu yuxu ayrılığın xəbərçisiymiş. Sən demə anam da çoxdan atamı gözləyirmiş. Təskinliyim təkcə bu oldu ata. Bəlkə bundan sonra anam qorxusuz yata. Siz görüşüb barışanda, Vüsal hicranı yarı yolda qoyanda, birlikdə Vüsalın əlin sıxanda, anam bizi xəbər alıb, halınızı sordum. Dedinmi ki, sən gedəni, gül bağçamız yaman soldu. Bəslədiyin gül balalar həsrətindən köz-köz oldu. Dedinmi ki, hər işimiz sənsiz oldu. Haylı küylü toylarımız küsgün oldu. Sən gedəni hər günümüz, hər anımız dadsız oldu, duzsuz oldu. Dedinmi ki, nəvələrin sənsiz oldu. İlk doğulan qız nəvən də gülnaz oldu. Nənə gözləyən nəvələrə ilk hədiyyən on iskilli adın oldu.
Təbrik edeyim babanızı da. Tebrik ederim baba. Sağ olun, sağ olun. Siz de Allah koysa benden de yukarı yaşayın. Xoşbəxtliklə. İnşallah. Ata elə bir ki, belə bir varlıqdır ki, hər zaman bu yaşda da hiss edirsən ki, sənə ata lazımdır. Bugün atamızın elə bir ki, 77 yaşıdır. İnşallah mən istəyərəm ki, onun 100 yaşını qeyd eləyək. Nə deyim, Allahdan atama can sağlığı arzulayıram. Can sağlığı, ürək. Allah möhcət versin, 100 yaşasın. Ancaq can sağlığı. Ailə arzulam olar. Qaçayımı hamımızın ağsaqqalıdır, böyüyümüzdür. Allah onu böyükdən əksik eləməsin, onu belə bizim üstümüzdən, böyüklüyümüzdən əksik eləməsin. Ona uzun ömür, can sağlığı, əsas odur ki, sağlam həyat sürsün indən sonra, xəstəlik görməsin, ağracı görməsin. Və heç vaxt həmişə böyüyümüz olubdur, ömrün axıra kimi də biz onu böyük kimi sayırıq, hörmət edirik. Yenə də ona uzun ömür, can sağlığı, sağlam həyat arzulayıram. Onun həyatı çox nisqilli keçib, çox. Qırx günlük vaxtlarında anasını itirib, xalanın südü ilə böyüyüb, nənənin qayğısı ilə, ancaq 12 yaşında bunların hamısından məhrum olub. Bir ata qalıb, 3 qardaş, tək tənha. Qadınsız ev, otsuz ocaq. Doğrudan da papam çox əziyyət çəkib o vaxtda və o vaxtda çəkdiyi əziyyətin psixoloji durumunu onun həyatına çox necə deyim, təsirini göstərir. Eyni zamanda anamın da uşaqlıqda çəkdiyi, məsələn, o atasızlığın ki, əziyyətini çəkib, o da ona təsir eləmişdi, ona psixoloji ona təsir eləmişdi ki, anam həmişə qorxurdu. Qorxurdu ki, papama neysə olar. Həmişə görürdün ki, ona dua edir. Belə bir insan ola bilməz ki, onu həm övladları, həm ailəsi çox sevsin, həm qohum əqrəba sevsin, həm də el-oba sevsin. Doğrudan da elə bil ki, bu Allahın elə bir qəzəbinə getdi və onu hamının gözündə sevdirən, ucaldan insanı həyatından çıxardı. Bu dediklərindən belə çıxmasın ki, məsələn, papamı ancaq biz sevdirmişik, yox, papamın çox gözəl, özünə məxsus xüsusiyyətləri çoxdur. Papam çox insanpərvər, necə deyim, belə sevgi dolu bir insandır. Həyata həmişə nikbin gözlə baxan bir insandır. Baxmayaraq ki, onun həyatından bu qədər acınacaqlı hadisələr keçib həyatında öz izini buraxıbdır. Amma yenə də papam öz nikbinliyini heç vaxt itirməyib. Mən bu şəklin ətrafında bir hekayə yazdım. Ancaq bu şəklin ətrafında. Bilirsiniz, ailə belədir də, mənə belə gəlir ki, mən ailə qurandan sonra elə fikrim bu ailədə qalmışdı. Elə bilirdim ki, əsl ailəm budur. Mənim əsl ailəm elə bilirdim ki, də budur. Ancaq sonra fikirləşdim ki, anadır, atadır, bunlar kökdülər də. Övladlar necə ki, ağac pöhrəliyir, onun budaqları olur. Övladlar budaqdır. Və ondan o törəyən o balaca ki, pöhrələr var. Onlar da onların nəvələridir. Mən papama nə arz edeyim? Allah papama elə ömür versin ki, doya-doya balalarından doysun, həyatdan doysun. Balalarının, nəvələrinin xeyir işini görsün, xoş günlər görsün. Allah ona heç vaxt, onsuz da papamın başı çox çəkibdir. Həm anası gedib, həm sonası gedib. Bilirsiniz, bunu hər adam bu dərdi çəkə bilməz. Mən arz edirəm ki, Allah papama bir gündən belə bir pis dərd göstərməsin. Övladlarını sarıdan, qohum-əqrəbə sarıdan, dost sarıdan. Allah papama uzun ömür versin. Övlada qızıldan təxt verən ata, qızıldan bəxtini kim verə bilmiş? Sən yarımın qasidisən, əyləş,
sənə çay demişəm. Xəyalım dəribdi bəs ki, mən ahvay demişəm. Ah, gecələr yatmamışam, mən sənə laylay demişəm. Sən yatalı mən gözümə ulduzları say demişəm. Hər kəs sənə ulduz deyə özüm sənə ay demişəm. Səndən sonra həyata mən şirindisə zay demişəm. Hər gözəldən bir gül qalıb sən gözələ pay demişəm. Sənin gün tək batmağı ay batana tay demişəm. İndi yaya qış deyirəm, sabiq qışa yay demişəm. Gah toyuvu yada salıb mən dərin aynay demişəm. Sonra yenə yasa batıb ağları hay hay demişəm. Ətək dolu dərya kimi göz yaşıma çay demişəm. Ömür sürəm mən qarə gün, ah demişəm, vay demişəm. Çoxdan sevdiyim, bağlandığım bir insan var. Hər kəsə ya ata, ya olar anam. Çünki özüm kimi hisslərim də özəldir. Çünki sevdiyim yeganə insandır babam. Mənə çox mehribandır, çox özəldir. Çünki babamdan bir dənədir. Yoxdur onun kimi dəyərli insan həyatda. Mənim ilham pərimdir, yeganəmdir. Mənə hər şeyi o öyrədib uşaqlıqdan. Şeir yazdım, nağıl qurdum. Hər birində babamın yanındayken. O olmadan yanımda yaşamağa həvəs olmaz məndən. Mən yazıram bu şeiri babam üçün, mən deyirəm o sözləri onun üçün. Nə deyim, nə yazım bilmirəm daha. Bircəcik istəyim var, gəl yanıma. Əvvəlki kimi al məni qucağıma, birlikdə nağıl quraq səninlə. Bu dəfə öz nağılımız yazarıq, bir baba, bir nəvə nağılı. Yadımdan çıxmaz heç vaxt, mən o ulduzlara baxardım. Sən də papuqayın nağılını danışarım. Deyərdi, gülərdi, əylənərdi. Sən gedəndən o təbəssüm yoxdur üzümdə. Sən gedəndən ağlayanda sılacaq üstü qucaq yoxdur artıq. Heç nə yoxdur, varlığımla yaşarım. Düz 3 ildə artıq şeir yazmırdım mən. Sənlə yazmadığım şeir nə olar ki? Yenidən yazdım bir şeir və yenə də qəhrəmanım sən. Baladır çünkü bala. Yenə o bağ olaydı. Yenə yığışaraq siz o bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam olaydıq. Sizə qonşu olaydıq. Yenə o bağ olaydı. Səni tez-tez görəydim. Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham yazaydım. Mən Əliyev Qaçay Hüseynoğlu 1943-cü ildə Boyat Sovetliyinin Boyat kəndində doğulmuşam. Ancaq mən anamın üzünü görməmişəm. 40-lıyken rəhmətə gedibdi. Yetimçiliklə atamız bizi böyüdür, gətirib çıxardıq, amma mən elə 12 yaşımdan işə qurşanmışam, kənkan işləmişəm. Su aparırdı, mən yox. Sonra da Allah'a şükür qızlarımı oxutdum, oğlanlarımı ayırdım. Hamısına belə gözəl həyat bəxş elədim. Allah onların ömrün uzun eləsin. Özləri bir-birinin 80-100 yaşını keçirsinlər. Şairlər oturub yeyib içirmiş. Deyirlər, Səməd, sən Tiflis bölgəsinə yaxınsan, heç Tiflisə getmirsən.
Deyib, getmişəm. Nətər şəhərdir? Deyir, siz yeyin için mən bu saat təsvir edəcəm. Gedir, 5 dəqiqə, 10 dəqiqə çəkir, gəlir. Deyir, sevirəm Tiflisi gənc yaşımdan. Bir də o yerlərə getirirlər. Şeyxzanan dağından keçən bir zaman gül çiçək içində itirim məni. Aləmə səs salır canqurun səsi, düşübdür ruhuma gürcü nəğməsi. Düşən zaman sərin kölgəsi Külün sahilindən keçirdim məni. Külün sahilində yaşıl bağça bax, hər evdə eyvanda yanır çilçıraq. Vurğunam, sevirəm Tiflisi ancaq, öləndə qazaqda götürün məni. Deyir, kərəmsiz adamlar quru ağaçdır, qaçıb kölgəsində durmağa dəyməz. Namərdin, yaltağın iki üzünü, yolunda özünü yormağa dəyməz. Almanı söydə calaq vursan da deyir, tamı gələcək söyüd yarpağı tamı. Yadanı eyləsən dünya sultanı, fəxrinə min ziynət vurmağa dəyməz. Əhməd, tap insanı insanla dost ol. Bax salsan, bar verməz hər tikanlı kol. Bədənə qızıldan qondarılsa da qol, sınar əyiliblər, bağlamağa dəyməz.